Salam şagirdlər, mən Allahverdi Nərmin müəllimə. Bu videoda mən sizin üçün 7-ci sinif yeni dərslikdən ilk bölmənin izahını paylaşacağam. Birinci giriş hissədən başlayaq, ondan sonra hüceyrə və orqanizm bölməsindəki dərslərin izahını paylaşacağam. Deməli, biologiya nə öyrənir? Deyirik biologiya. Bios həyat logos elm deməkdir. Canlıları, onların həyat proseslərini öyrənir. Bir-birlə qarşılıqlı əlaqələrini, oxşar və fərqli xüsusiyyətlərini, quruluşunu, mühitlə qarşılıqlı əlaqələrini öyrənir. Yəni canlının quruluşunu öyrənir. Onun digər canlılarla qarşılıqlı əlaqəsi. Məsələn, bitkilər insanlara necə təsir eləyir, insanlar bitkilərə necə təsir eləyir və yaxud da ki, heyvanların insanlarla əlaqəsi bir-birinə müsbət təsirlər və yaxud da mənfi təsirlər ola bilər. Eyni zamanda göbələklərin bitkilərə, bitkilərin göbələklərə və yaxud da ki, bakteriyalara belə. Yəni, bu aləmlərin bir-biri ilə qarşılıqlı əlaqəsini öyrənir. Eyni zamanda ətraf mühitdə canlılara təsir eləyir. Yəni, külək, su, hava, temperatur, canlılara müxtəlif cür təsirlər edir. Bunları da növbəti dərslərdə keçdikcə izah edəcəm. Deməli, biologiyanı öyrənən elm, belə dedi, biologiyanı öyrənənlərə adlanır bioloqlar. Və biologiya haqqında bir sıra alimlər müxtəlif fikirlər irəli sürmüşlər. Yəni, burada yazılanların hamısını əzbərləyirsiniz. Bir də bunları sadalamıram ki, video çox uzun olmasın. Sonra bu hissəyə diqqət yetirməyinizi istəyirəm. Deməli, hər hansı bir fərziyyəni irəli sürə bilməyimiz üçün bu fərziyyənin doğru olub olmadığını müəyyənləşdirməliyik. Bunun üçün hər hansı bir fərziyyə, gördüyümüz hər hansı bir şeyin, hadisənin necə baş verdiyini, necə irəlilədiyini, hansı dəyişikliyə uğradığını və onun nələrə səbəb olacağını müəyyənləşdirmək üçün biz birinci müşahidələr aparmalıyıq. Sonra müşahidələr əsasında suallar verməliyik. Sonra sualları cavablandırmaq üçün müxtəlif fərziyyələr irəli sürməliyik. Yəni, öz-özümüzə sual veririk və yaxud da ki, digər ətrafımızda olan insanlara sual veririk ki, bu hadisə necə baş verir falan. Onlar da hərəsi öz fikrini irəli sürür. Sonra bu fikirlər əsnasında biz müxtəlif təxminlər irəli sürə bilərik ki, bu, məsələn, filan A yoldaşım, məsələn, filan fikri irəli sürdü. Görəsən, bu nə dərəcədə doğru ola bilər? B yoldaşım digər bir fikir irəli sürdü. Görə nə dərəcədə doğru ola bilər? Belə. Bunları yoxladıqdan sonra fərziyyənin doğru və yanlış olması haqqında fikir irəli sürə bilər. Məsəl üçün, tutaq ki, mən düşünürəm ki, mənim həyatımda olan bitkilərə su, bitkilərin necə, belə deyək də, tutaq ki, 2 dənə bitkim var, biri daha yaxşı inkişaf edib, biri nisbətən zəif inkişaf edib və mən müəyyənləşdirmək istəyirəm ki, bu yaxşı inkişaf edən bitki niyə yaxşı inkişaf edib, digəri niyə zəif inkişaf edib, eyni bitkidir, biri yaxşı inkişaf edib, biri yaxşı inkişaf eləməyib. İndi ətrafımdakı insanlardan müxtəlif, yəni müşahidələr aparmağa başlayıram. Ondan sonra insanlarla sual mübadiləsi eləyirik. Məsələn, biri deyir ki, bu bitkini günəşli yerə qoysaydın daha yaxşı inkişaf edərdi. Biri deyir kölgəli yerdə daha yaxşı inkişaf edər. Biri deyir ki, buna çox su vermək lazımdır. Biri deyir az su vermək lazımdır. Və bunun əsnasında mən müxtəlif fərziyyələr irəli sürmüş, hərə bir fərziyyə irəli sürür. Ondan sonra müşahidələr əsasında suallar veririk. Ondan sonra onlar belə deyək, sualları cavablandırmaq üçün müxtəlif fikirlər irəli sürürük. Sonra fərziyyələr əsasında təxminlər, hər öz fikrini irəli sürür. Təxminlər irəli sürdükdən sonra fərziyyəni yoxlamağa başlayırıq. Yoxlayırıq ki, görək, bir dəfə bu bitkini tutaq ki, günəşli yerdə qoyuram, bir müddət müşahidə edirəm. Sonra kölgəli yerə qoyuram, müşahidə edirəm. Onun əsasında və yaxud da ki, su verirəm, daha çox su verirəm və yaxud da ki, az su verirəm. Müəyyənləşdirirəm ki, bu bitki işıq sevəndirmi, kölgəyə davamlıdırmı, yoxsa su sevəndirmi və s. Bunları müəyyənləşdirmək üçün artıq müxtəlif ətrafındakı insanların irəli sürdükləri təxminləri yoxlamağa çalışıram. Yoxladıqdan sonra da artıq ortaq bir qərara gəlirik ki, sən demə bu bitki işıq sevəndirmi, yoxsa kölgəyə davamlıdırmı? Yəni, bu artıq fərziyyəni təcrübələrlə müəyyənləşdirdik. Ondan sonra artıq fərziyyəni təsdiqləyirik ki, biz artıq müxtəlif versiyalarda işıq sevən olmağını, kölgəyə davamlı olmağını, su sevən olmağını və yaxud da ki, quraqla davamlı olmağını və s. Bunun təcrübələrlə müəyyənləşdirdim. Artıq təsdiq elədim ki, bu bitki niyə yaxşı inkişaf eləmir. Oldu mu? Bu da belə. Yəni, bu hissəyə mütləq fikir verirsiniz. Sonra burada məsələn bioloqlar həyatı və canlıları necə öyrənirlər? Bu hissəyə əsasən onu müəyyənləşdirdik. Sonra
Burada yazılıb ki, biz duyğu orqanları vasitəsilə ətrafı müşahidə edə bilərik. Duyğu orqanlarımız nədir? Gözümüz, qulağımız, burnumuz, iyi hiss edə bilərik, gözümüzdən görə bilərik, qulağımızdan eşidə bilərik. Bu sayəsində ətrafı müşahidə edə bilərik və bunun nəticəsində müxtəlif fikirlər irəli sürə bilərik. Amma bu fikirlər sadəcə duyğu orqanlarımız vasitəsilə deyil, eyni zamanda ölçü cihazları vasitəsilə də bunları ölçərək biz fikirlər irəli sürə bilərik. Məsələn, biz palıd ağacına baxırıq, gözümüzdən görürük ki, hündür bir ağacdır. Desək ki, palıd hündür bir ağacdır, düz demiş oluruq, amma dəqiq demiş olmuruq. Amma ölçsək, görsək ki, palıd məsələn 25 metrdir, onda deməli biz düz, dəqiq, konkret ölçü cihazının artıq biz konkret qərar verə bildik ki, palıd məhz elə 25 santimetrmiş, hündür imiş. Bu da belə. Sonra keçdik. Bir də burada bir şey var. Deməli, biri var aslı dəyişən, bir də var sərbəst dəyişən. Bunu müxtəlif tapşırıqlar əsnasında müəyyənləşdirmək olar. Tutaq ki, məsələn, bir bitki götürmüşəm. Bu bitkiyə tutaq ki, eyni bitkidən götürmüşəm, ayrı-ayrı qablara qoymuşam. 3 dənə tutaq ki, A bitkisi ayrı-ayrı qablarda müxtəlif cür bunlarda təcrübə aparacağam. Bunun suyun təsiri ilə necə inkişaf elədiyini müəyyənləşdirmək istəyirəm. Su olmasın, işığın təsiri ilə də necə inkişaf elədiyini müəyyənləşdirə bilərəm. Gübrələrin təsiri ilə necə inkişaf elədiyini müəyyənləşdirə bilərəm. Məsələn, su olsun. Məsələn, bir dəfə bu bitkiyə 1 litr su verirəm. Yəni mütəmadi olaraq 1 litr su verirəm. Buna tutaq ki, 0,5 litr su verirəm. Buna isə tutam 0,25 litr su verirəm. Və müəyyənləşdirmək istəyirəm ki, bu suyun təsirinə necə inkişaf edir? Bəlkə quraqlıq davamlıdır, çox su versəm yaxşı inkişaf eləməyəcək. Bəlkə su sevəndir, daha çox su verəndə daha yaxşı inkişaf edəcək. Bunu mən artıq suyu ilə müəyyənləşdirə bilərəm. Və su ilə müəyyənləşdirirəmsə, burada su sərbəst dəyişəndir, yəni müxtəlif belə deyək də qədərdə, həcmdə mən su verdim. Bu oldu sərbəst dəyişən. Amma bitki isə burada oldu aslı dəyişən. Yəni sudan aslı olaraq dəyişən. Sərbəst dəyişən oldu su, aslı dəyişən oldu bitki. Və yaxud da ki, mənim 3 dənə inəyim var. Bu inəkdə tutaq ki, süd vermə qabiliyyətini yoxlamaq istəyirəm. Süd vermə qabiliyyətini yoxlamaq üçün belə deyək də, baxıram ki, bu hansı şəraitdə bunun süd vermə qabiliyyətini artıra bilərəm. Tutaq ki, 3 inəkdən birinə tutaq ki, gündə məsəl üçün deyirəm, birinə 1 kiloqram qida ot verirəm, birinə 2 kiloqram ot verirəm, birinə 3 kiloqram ot verirəm. Müəyyən vaxtdan sonra görürəm ki, inəyin süd vermə qabiliyyəti artdı. Deməli, burada sərbəst dəyişən otun miqdarı oldu, aslı dəyişən, yəni otdan aslı olaraq dəyişən oldu inəyin süd vermə qabiliyyəti. Deməli, inəyin süd vermə qabiliyyəti oldu aslı dəyişən, süd isə oldu sərbəst dəyişən. Bu da belə. Bu dərsdə başqa bir fikir yoxdur. Sadəcə burada da bir şey vurğulayır ki, yəni məsələn, dinozavrların nəslinin kəsilməsi səbəbi müxtəlif fikirlərlə müəyyənləşdirilib. Yəni, biri deyir ki, asteroid zərbələrinin təsirindən məhv olub. Biri deyir ki, şiddətli vulkanlar baş verib, onun təsirindən məhv olub. Amma hələ də tam təsdiqini tapmayıb ki, dinozavrların niyə tamamilə nəsli kəsilibdir. Yəni, bu artıq hələ öz fikrini, fərziyyəsini irəli sürülüb. Bu da belə. Sonra keçdik biologiyanı öyrənmə bizə nə verir? Biologiya müxtəlif sahələri var. Bu sahələri öyrənməklə biz canlılar haqqında müxtəlif məlumatlar əldə edə bilərik. Canlılar haqqında məlumatlar əldə etmək üçün müxtəlif kitablara belə deyək də müraciət edə bilərik. Məsələn, botanika bitki orqanizmini və onun xüsusiyyətlərini öyrənir. Yəni bitkilərdə baş verən, yəni bitkinin quruluşunu, yarpağı, kökü, gövdəsi hamısını öyrənir. Ümumiyyətlə bitkilərdə baş verən prosesləri hamısını öyrənir botanika. Və var fiziologiya, orqan və orqanal sistemin funksiyalarını öyrənir. Biri var ki, orqanın quruluşunu öyrənsin. Bax, bu 3 formada ola bilər. Orqanı, tutaq ki, ürəkdir. Ürəyi yarıb öyrənirsə, bu oldu anatomiya. Anatomiya sözünün tərcüməsi yarıram deməkdir. Əgər hansısa bir orqanı yarıb onun içini öyrənirsə, bu oldu anatomiya. Amma o orqanı sadəcə xaricdən görünüşünə baxdısa, istəyir daxili orqan olsun, istəyir xarici orqan olsun. Əlim də ola bilər. Əlimə xaricdən baxdısa, bu olur morfologiya. Əgər əlimin hansı formadadır, quruş necədir, 5 barmaqlıdır falan və s. bunu öyrəndisə, bu oldu morfologiya. Amma əlimin yarıb onun içindəkilər, toxumaları, damarları falan öyrəndisə olur
anatomiya. Amma bu orqanın hansı iş gördüyünü öyrənirsə, bu olur fiziologiya. Bitki fiziologiyası ola bilər, heyvan fiziologiyası ola bilər. Məsələn, bitkilərdə yarpağın quruluşunu öyrənirsə, xarici quruluşunu öyrənirsə, oldu morfologiya. Daxili yarıb onun içində baxıramsa, nə isə öyrənirəmsə, gövdəsinə, yarpağına falan, bu oldu anatomiya. Amma o yarpağın nə funksiya yerinə yetirdiyini, məsələn, suyu buxarlandırdığını, fotosintez etdiyini və s. tənəffüs etdiyini, prosesini yerinə yetirdiyini öyrənirsə, bu olur fiziologiya. Böyrəmin necə quruluşa sahib olduğunu, xarici görünüşünü öyrənirsə, olur morfologiya. Daxilini öyrənirsə, olur anatomiya. Amma böyrəmin nə iş gördüyünü öyrənirsə, olur fiziologiya. Embriologiya Rüşeymin inkişaf dövrüdür. Rüşeym ola bilər ana bətnində. Əgər bu, belə deyək də, dirval doğmadan çoxalan bir canlıdırsa, anasının orqanizmində olan və yaxud da yumurta qoymaqla çoxarsa, yumurtanın içərisində, kürünün içərisində və s. olan dövrü olduğu embriologiya. Mikrobiologiya nədir? Mikroorqanizmlər. Yəni, məsələn, kiçik mikroorqanizmlər var, bakteriyalar, viruslar. Sonra virusları öyrənən virusologiyadır, amma bunu da mikrobiologiyanın içində də öyrənə bilirlər. Mikrobiologiya göbələkləri, xırda mikroskopiklər, canlıları öyrənən hamısı mikrobiologiya. Zoologiya adından da görünür, zoo heyvan deməkdir, heyvanlar haqqında elmdir. Anatomiya isə, bayaq bunu dedik, sistematika canlıların müxtəlifliyini və onların təsnifatını öyrənir. Yəni, canlıları müxtəlif xüsusiyyətlərə görə qruplaşdırırlar. Məsələn, baxırlar, iki canlı götürürlər, məsələn, milçəklə quş. İkisi də uça bilir. Bunların sadəcə uça bilmə xüsusiyyətinə görə bunları bir yerə qruplaşdırsaq, biz düzgün etmiş olmarıq. Çünki, məsələn, milçəyin onurğası yoxdur, amma quşun onurğası var. Milçəyin qan damar sistemi quşun qan damar sistemindən fərqlidir. Həzm sistemi fərqlidir. Yəni, sadəcə uça bilmə xüsusiyyətinə görə yox. Uça bilsin, qan damar sistemi, tənəffüs sistemi, çoxalması falan, bir çox xüsusiyyətləri oxşar olanları bir yerə yığırlar. Buna deyirlər sistematika. Sonra genetika canlılarda irsiyyəti və onun nəsildən nəsil ötürülməsini öyrənir. Biz bilirik ki, hər bir fərd öz nəslinə oxşuyur. Məsələn, bakteriya balası olur da, belə deyək. Göbələkdən göbələk dünyaya gəlir, biraz elmi cümlə olmadı. Göbələkdən göbələyə əmələ gəlir, insandan insana əmələ gəlir. İtin balası pişik ola bilməz, insan balası meymun ola bilməz və s. Yəni, bunları öyrənir genetika. Bu da nə ilə ötürülür? Nəsildən nəsilə xromosomlar vasitəsilə. Hüceyrələrimizdə xromosomlar var, onların sayəsində ötürülür. Nəsildən nəsilə, bunu genetikanı keçəndə daha ətraflı keçəcəyik. Bu da belə. Burada bir sıra vacib nüanslar var. Bu hissələri sadəcə nağıl olaraq yazılıb. Sadəcə bu hissələrə mütləq şəkildə fikir verirsiniz. İzah etməli hissələrini. Deməli, izah edirəm. Bir dəqiqə. Sonra keçdik hüceyrə və orqanizm bölməsinə. Hüceyrə və orqanizm. Deməli, hər bir canlı hüceyrələrdən təşkil olunub. Təbii ki, bitkilər, heyvanlar, göbəklər və bakteriyalar hüceyrələrdən təşkil olunub. 8-ci sinif dərsliyində orada artıq yeni bir bölmə, yeni bir aləmi də öyrənəcəyik. Hələ ki, 4 dənə aləmi qeyd edirik. Və hüceyrəvi quruluşa malik olmayan canlılar da var ki, bunlar viruslardır. Canlılar hüceyrələrdən təşkil olunub. Hüceyrələr birləşib toxumaları, toxumalar orqanları, orqanlar sistemlərini, orqanlar sistemi isə orqanizmi əmələ gətirir. Bir hüceyrəli heyvanlarda, bir hüceyrəli deməli bitkilərdə, göbələklərdə və bir hüceyrəli də olsa, çox hüceyrəli də olsa fərqi yoxdur. Göbələklərdə hüceyrə və orqanizm. Yəni, onlarda toxuma, orqanlar sistemi falan yoxdur. Və bir də onu da qeyd edək ki, bir hüceyrəli bir orqanizmin bir hüceyrəsi bütün həyati prosesləri yerinə yetirir. Qidalanmanı da, çoxalmanı da, tənəffüsü də, ifrazatı da və s. bütün prosesləri yerinə yetirə bilir. Amma çox hüceyrəli bir orqanizmin bir hüceyrəsi o proseslərin hamısını yerinə yetirə bilmir. Yəni, bir hüceyrəli bir orqanizm tək yaşasa yaşaya bilər, amma çox hüceyrəli bir orqanizm, məsələn, mənim bir hüceyrəmi götürsən, tək bir yerə qoysa o yaşaya bilməyəcək. Çünki o sadəcə bir funksiyanı yerinə yetirə bilir. Və yaxud da ki, onu da tək yerinə yetirmir, digər hüceyrələrlə birlikdə yerinə yetirir. Tək bütün prosesləri yerinə yetirə bilməyəcək. Canlıların əsas həyat xüsusiyyətləri isə qidalanma, tənəffüs, ifrazat, maddələr mübadiləsi, hərəkət, çoxalma, qıcıqlanma, böyümə və inkişaf
Bu canlıların əsas həyat xüsusiyyətləridir. Hərəkət biri var pasiv hərəkət, biri var aktiv hərəkət. Pasiv hərəkət odur ki, bu canlı bir yerdən başqa yerə öz hesabına gedə bilmir. Yəni yavaş-yavaş da getsə, sürətli də getsə, özü gedə bilirsə, yəni ayağı var və yaxud da qanadı var, kirpikçiyi var və yaxud da qamçısı var, bunun hesabına özü bir yerdən başqa yerə gedə bilirsə, deməli bu aktiv hərəkət edir. Pasiv hərəkət edən canlılar isə bu sadaladıqlarımın heç biri yoxdur. Onda bir yerdən başqa yerə gedə bilməsi üçün ya su vasitəsilə getməlidir, ya hansısa bir heyvana ilişib getməlidir, ya külək vasitəsilə getməlidir, ya bir yerdən başqa yerə öz hesabına gedə bilmir. Özü sərbəst gedə bilmir. Bu oldu pasiv hərəkət. Deyirik ki, bitkilər əksəriyyəti pasiv hərəkət eləyir. Yəni pasiv də olsa hər şey. Yəni məsələn toxumlarını bitkilər hərəkət edir deyəndə bu deməkdir ki, bitki bir yerdən durub başqa yerə gedir. Toxumlarını külək vasitəsilə yaya bilər, su vasitəsilə, heyvanlar vasitəsilə yaya bilər. Bu onun hərəkət etməyidir. Sonra sporlarını yaya bilər və yaxud da ki, işığa tərəf çevrilə bilər. Görürsünüz, bax burada şəkildə göstərir işığa tərəf, işıq hansı tərəfədirsə o tərəfə dönə bilir. Bunun hesabına deyirik və bir də deyirik ki, əgər bitkinin bir hissəsi kölgəli yerdə, bir hissəsi işıqlı yerə düşürsə, kölgəli yerdə olan hüceyrələr daha tez-tez bölünür, çoxalır və ki, işıqlı yerə gedə bilsin. Amma günəşli yerdə olanlar kölgəli yerə nisbətən daha zəif, belə deyək də, bölünüb çoxalır. Və canlılarda qidalanma, bir də onları qeyd etmədim. Deməli, heyvanlarda əsasən aktiv hərəkət edir canlılar. Göbələklər hamısı pasiv hərəkət edir. Bakteriyalardan isə qamçısı olanlar aktiv, qamçısı olmayanlar isə pasiv hərəkət edir deyirik. Qidalanma, bütün canlılar qidalanır. Qidalanmayan canlı yoxdur. Bəzi canlılar özləri üzüm maddəni özləri hazırlayırlar. Məsələn, buna deyə bilərik ki, bitkilər, sonra fotosintez edici və xemosintez edici bakteriyalar, bunlar haqqında 6-cı sinif təbiət dərsindən müəyyən qədər məlumatınız var. Bunlar üzüm maddələri özləri hazırlayırlar, amma heyvanlardır, digər bakteriyalardır, göbələklərdir, parazit bitkilərdir. Bunlar özləri üzüm maddə hazırlaya bilmirlər. Yəni hazır qida ilə qidalanırlar. Özü üzüm maddə hazırlayanlara deyilir avtotrof. Avto öz-özünə deməkdir. Trofi qidalanma deməkdir. Yəni öz-özünə qidalanma. Heterotrof isə özü üzüm maddə hazırlamayanlara, hazır qida ilə qidalananlara deyirlər ki, bunlar da deyirlər heterotrof. Hetero müxtəlif deməkdir. Trofi qidalanma deməkdir. Yəni qidalanmayan canlı yoxdur. İstəyir parazit olaraq qidalansın, istəyir özü qida axtarıb tapıb qidalansın, özü üzüm maddə hazırlasın və s. Bunlar hamısı qidalanmaya aiddir. Deməli, tənəffüs bütün canlılar tənəffüs edir, düzdür. Bütün canlılar tənəffüs etmək üçün oksigendən istifadə edir deyirik, amma bir nüansı vurğulamalıyıq. Tənəffüs o deməkdir ki, yəni tutaq ki, biz nəfəs aldığımız zaman havanın tərkibində olan oksigen keçir bizim qanımıza, qanımızdan gəlir hüceyrələrimizə. Qida qəbul etdik, qidanın tərkibində olan deməli qida maddələri keçir qana, qandan gəlir hüceyrələrimizə. Ondan sonra bizim hüceyrələrimizə keçən oksigenlə qida maddələri, yəni qidanın tərkibində olan glukozla oksigenlə reaksiya girir və əmələ gəlir enerji ki, bu ATF enerjisi adlanır ki, bundan bizim orqanizmimiz istifadə edir. Bu da oldu tənəffüs prosesi. Amma bəzi canlılar var ki, məsələn, bizim orqanizmimizdə yaşayan bakteriyalar, sonra orqanizmimizdə yaşayan bəzi qurtlar var, bağırsağımızda yaşayan parazit qurtlar var. Sonra bizim orqanizmimizdə yaşayan, məsələn, dırnağımızın altında yaşayan dırnaq göbələyidir, saç qırandı və s. Bunlar oksigen olmayan mühitdə yaşayırlar. Bizim orqanizmimizdə oksigen sadəcə damarlarımızda, qanımızdadır. Bizim bağırsağımızın içində, dırnağımızın altında oksigen yoxdur. Bu mühitdə yaşayırsa artıq bunlar bu canlılar oksigendən istifadə etmədən tənəffüs edirlər. Yəni bitkilərin də, heyvanların da, göbələklərin də, bakteriyaların da oksigendən istifadə edərək tənəffüs edən nümunələr də var. Amma heyvanların, göbələklərin və bakteriyaların oksigenin istifadə etmədən tənəffüs edən nümunələr də var deyirik. Və bəzən uşaqlar deyir ki, bitkilər fotosintez zamanı karbon qazını udub oksigeni xaric edirlərsə, deməli tənəffüs etdiyi zaman da karbon qazını udurlar. Xeyr, bitkilər tənəffüs etdiyi zaman oksigeni udub karbon qazını xaric edirlər. Fotosintez etdiyi zaman isə karbon qazını udub oksigeni xaric edirlər. Yəni onların orqanizmi iki müxtəlif qaz, iki müxtəlif istiqamətdə hərəkət edir. Eyni zamanda bu deməli
fototrof yolla qidalanan bakteriyalarda da ola bilər. Bir dənə siyanobakteriyalardır ki, fotosintez zamanı oksigeni xaric edir, amma digərləri oksigen xaric etmirlər, digər bakteriyalar. Amma bitkilərdə isə fotosintez zamanı oksigen udub karbon qazını xaric edir, tənəffüs zamanı, üzr istəyirəm, tənəffüs zamanı oksigen udub karbon qazını xaric edir, fotosintez zamanı isə karbon qazını udub oksigeni xaric edirlər. Çoxalma canlıların əsas həyat xüsusiyyətlərindən biridir, amma canlılar çox olmasa da yaşaya bilər. Eyni zamanda insanlar da var ki, çoxalmadan da yaşaya bilən insanlar var. Məsələn, insanlar var ki, övladı olmur. Deməli, çoxalmadan da yaşaya bilir. Amma canlıların çoxalması onların belə deyək də yer kürəsində həyatlarını davam etdirməsi üçün, sayların artması üçün əhəmiyyətlidir. Sonra deyirik ki, böyümə canlının əsas həyat xüsusiyyətlərindən biridir. Deyirik, bitkilər, göbələklər və bakteriyalar ömür boyu böyüyür, heyvanlar isə müəyyən həddə qədər böyüyür. İndi özünüzdən deyə bilərsiniz, məsələn, bizdə insanlarda heyvanlar aləminin nümayəndələridir. İnsanlar ömür boyu böyümürlər, müəyyən həddə qədər böyüyürlər. Yəni, tutaq ki, qızlar 18 yaşına kimi, oğlanlar 20 yaşına kimi boyatırlar, ondan sonra boyatmırlar. İnkişaf isə ömür boyu davam edir. İnsanda, məsələn, bir insan 30 yaşı varsa, o deməli boy artmır, amma inkişaf edə bilər, yeni nəsə öyrənə bilər, özünü inkişaf elətdirə bilər. İfrazat bütün canlılar ifrazat edirlər, orqanizmdə olan lazımsız maddələr orqanizmdən xaric edirlər. Eyni zamanda bəzi bitkilər də var ki, həşəratla qidalanan bitkilər, onlarda xüsusi maddələr ifraz edirlər, həşəratı özlərinə cəlb etmək üçün ifrazat toxumaları vasitəsilə ifrazat edirlər ki, həşəratlar cəlb eləsinlər. Bəzi bitkilər var ki, həşəratda tozlanır, bunlar da həşəratı özlərini cəlb etmək üçün xüsusi maddələr ifraz edirlər. Bu da belə, burada, bir də qıcıqlamadan danışaq. Deməli, qıcıqlama canlının ən əsas həyat xüsusiyyətlərindən biridir. Qıcıqlama ətraf mühitə baş verən dəyişikliklərə cavab verməsidir. Qıcıqlama deyəndə uşaqlar sadəcə bitkilərin günəşə doğru çevirməsini və yaxud da küstü mimoza bitkisinin, küstü motu bitkisinə toxunduqda barmaqlar, onun yığılmasına nümunə gətirirlər. Amma bu sadəcə bu deyil qıcıqlama. Məsələn, bitkilər payız gəldi, gün uzunluğun qısalmasına uyğun olaraq məsələn, bitkilər bu payız gəldi, gün uzunluğuna qarşı reaksiya verərək, havanın soyumasına əlaqədar yox, günün uzunluğunun qısalmasına əlaqədar ona reaksiya verərək yarpaqlarını tökür. Heç kim demir ki, başlayaq sabahdan yarpaqlarımızı tökək, elə deyil. Elə ki, gün qısalmağa başladı, artıq deməli qış gəlir, ona görə yarpaqlarını tökürlər. Və yaxud da yaz gəldi, gün uzunluğu artdı, onlar başlayırlar yarpaqlamağa, çiçəkləməyə. Deməli, bitkilər buna da reaksiya verirlər. Günəşə doğru çevrilməsi yenə onların günəşə reaksiya verməsidir. Sonra, məsələn, bakteriyalar. Bakteriyalar əlverişli şərait olanda bölünürlər, çoxalırlar, qidalanırlar. Əlverişsiz şərait olanda spora halına keçirir. Deməli, bunlar da ətraf mühitə dəyişikliyə reaksiya verdi. Eyni zamanda heyvanlardır. Havalar soyuq oldu, qış gəldi, qış yuxusuna gedirlər və yaxud da ki, sonra havalar istiləşdi, gün uzunluğu artdı. Onlar, belə deyək də, suda quruda yaşayanlar, sürünənlər, onlar başlayırlar daha çox almağa, hərəkət etməyə. Bu da, deməli, onların ətraf mühitə baş verən dəyişikliklər reaksiya verməsidir və s. Bu şəkildə deyə bilərik. Bu da belə. Sonra mikroskop. Deməli, mikroskopu ilk dəfə Zaxari Yansen oğulları kəşf edib. Zaxari Yansen özü eynək ustası olub. O, övladları qırıq eynək qırıntıları ilə oynadıqları zaman onun uzun bir borunun içərisinə töküblər və bu borudan baxanda görürlər ki, böyüdülmüş şəkildə görsənir. Ondan sonra artıq mikroskop kəşf olundu. Mikroskopdan ilk dəfə elmi tədqiqat işində istifadə edən Robert Hooke olub. Robert Hooke ağacın mantar kəsinə baxıb və orada, belə deyək də, biz bilirik ki, hüceyrə xaricdən qılafdan orta hissəsi sitoplazma ilə doludur və içində ortasında da bir dənə nüvə var. Bu quruşama aiddir, amma ölü hüceyrələrdə isə sadəcə qılafdır. Yəni sitoplazma, nüvə falan yoxdur. O da belə bir quruluş görüb, sadəcə qılaf görüb, elə bilib ki, hüceyrə belə olurmuş. Biz bilirik ki, ağacın mantar kəsi olan mantarı ölü hüceyrələrdən ibarətdir. Yəni bu şəkildə görüb.
Amma sonra artıq və o bunu belə gördüyünə kimi o boşluqları hüceyrə adlandırıb, sitos adlandırıb. Sitos hüceyrə deməkdir və hüceyrə haqqında elm sitologiya adlandırıldı. Və ondan sonra Anton van Leeuwenhoek 270 dəfə böyütdürmüş, belə deyək də, cismi 270 dəfə böyüdən mikroskop kəşf elədi. Ondan sonra artıq başladı bu şəkildə mikroskopdan istifadə eləməyə və Anton van Leeuwenhoek ilk dəfə canlı hüceyrəni mikroskop adına müşahidə etmişdi və Anton van Leeuwenhoekun müşahidəsində o gölməçə suyundan biraz götürüb qoyub mikroskopda ora baxanda görüb ki, orada kiçik hərəkət edən heyvancıqlar var və onları kiçik heyvancıqlar, yəni animalculus adlandırıb. Bu kitabda yazılmıyor, o köhnə bioloji kitablarında yazılmışdı. Kiçik heyvancıqlar adlandırıb və ondan sonra müəyyənləşdirib ki, sən demə hüceyrə bəs Robert Hooke'un dediyi kimi sadəcə qılafdan ibarət bir quruluşda deyilmiş. Və sonra lupadan danışaq. Lupa cismi 2-25 dəfəyə qədər böyüyür. Lupa burada mütləq bu hissəyə baxırıq. Əl lupası dəstəyi olan çərçivədən və iki tərəfi qabarıq olan böyüdücü şüşədən ibarətdir. Yəni iki tərəfi qabarıq bir dənə böyüdücü şüşədən ibarətdir. Mikroskop sözü mikroskopiyaya baxıram deməkdir. Mikroskop, işıq mikroskopu var, elektron mikroskopu var. Burada şəkildə sizə işıq mikroskopu göstərib, elektron mikroskopu cismi daha çox dəfəyə qədər böyüdür. Mikroskopun böyütmə dərəcəsini tapmaq üçün okulyarın üzərində yazılan rəqəmi obyektivin üzərində yazılmış rəqəmə vurmaq lazımdır. Sonra okulyar göz deməkdir. Çərçivə və iki böyüdücü şüşədən ibarətdir. Obyektiv isə əşya deməkdir. Çərçivə və bir neçə böyüdücü şüşədən ibarətdir. Sənə desək ki, okulyar, yəni belə deyək də, mikroskopun hansı hissəsi 3 hissədən ibarətdir, deyəcəyik okulyar. Çərçivə və iki böyüdücü şüşədən ibarətdir. Və mikroskopun digər hissələrini də bunlar qəşəng funksiyalarına, nə işə görürlər, haralardır, bunları da əzbərləyirsiniz. Sonra mikroskop, işıq mikroskopundan istifadə etmək üçün, baxın, bu təcrübəyə fikir verirsiniz. Mikroskopu son kənardan 5-8 sm aralı qoymaq lazımdır. Mikroskopun işığını yandırmaq lazımdır. Hazır preparatı əşya masasının üzərinə qoymaq lazımdır. Sonra sıxacların köməyi ilə preparatı kürsüyə bərkidirik. Sonra makrovint vasitəsilə əşya masasını hərəkət etdiririk. Aydın təsəvvür görünənə qədər mikrovinti hərəkət etdiririk. Gördüklərimizi sxematik şəklini çəkirik. Bu mütləq bu refemə düşür. Bunlara fikir verir. Sonra burada da mikroelementlər göstərilmişdir. Yəni belə bu quruluşlar falan, bunlara da fikir verirsiniz. Sonra mikroskopun böyütmə dərəcəsini tapmaq üçün, faktiki ölçünü tapmaq üçün şəkil ölçüsünü böyütmə dərəcəsinə bölmək lazımdır. Tutaq ki, məsələn, bir dənə şəkildir. Mən bu şəkili görürəm ki, tutaq ki, 400-dür, mikrometrdir. Mən onu bu şəkildə görürəm mikroskopda. O mikroskopun böyütmə dərəcəsinə bölməliyəm ki, onun gördüyüm ölçüsünü. Görün, bunun həqiqətdə ölçüsü nə qədər imiş ki, o ölçünü vurublar mikroskopun böyütmə dərəcəsinə, mən indi bu qədər görürəm. Belə. Bu da belə, buna aid məsələlərdə işləyəcəyik. Bu qədər. Bir də hüceyrənin ümumi quruluşundan danışaq. Deməli, dedik ki, hüceyrə İlk dəfə Robert Hooke mikroskop altında müşahidə etmişdi. Hüceyrə şəkildə də görsəndiyi kimi, deməli, qılafdan, onun altında, qılafın xarici hissəsi hüceyrə divarı, daxil hissəsi plazmatik membran adlanır. Plazmatik membran bütün aləmlərin nümayəndələrində var. Hüceyrə divarı isə bitkilərdə, deməli, bitkilərdə, göbələklərdə və bakteriyalarda var. Və sitoplazma hamısında var, orqanoidlər var və orqanoidlərin funksiyaları var və orta hissədə nüvə var. Nüvəsi olan orqanizmlər eukaryotlar adlanır. Bunlara bitkilər, heyvanlar, gömələklər aiddir. Nüvəsi olmayanlar isə prokaryotlar adlanır ki, bunlara da bakteriyalar aiddir. Və hüceyrəyə qida maddələri plazmatik membran vasitəsilə daxil olur və plazmatik membranda seçici xarakter daşıyır. Yəni, bütün maddələri eyni şəkildə keçirtmir. Su, oksigen, karbon qazı kimi kiçik molekulu maddələri daxil edir, xaric edir. Amma bütün maddələri də orqanizm hüceyrənin daxilinə keçirtmir. Sonra
hüceyrənin daxili mühitəvatı həlməşik şəklində olan sitoplazmadan ibarətdir. Sitoplazmanın içərisində orqanoidlər var. Növbəti dərsdə bu orqanoidlər haqqında danışacağıq və orqanoidlər yerinə yetirdiyi funksiyalarla əlaqədar olaraq hüceyrənin işini tənzimləyirlər. Burada da prokaryot, eukaryotlardan danışdıq, bunlardan danışdıq. Deməli, nüvədə xromosomlar yerləşir. Xromosom, belə deyək, eukaryotların nüvəsi var, xromosom nüvədə yerləşir. Prokaryotların nüvəsi olmur, amma belə deyək də bu hüceyrədir. Hüceyrənin içərisində sitoplazma var, orta hissədə nüvə var. Prokaryotlarda bu nüvə yoxdur deyə xromosom belə sitoplazmada olur. Amma eukaryotlarda nüvə var deyə xromosom da sitoplazmada olmur, nüvənin içində olur. Və xromosomlar irsi əlamətləri ötürür. Yəni biz xarakterimizə görə, belə deyək də, aid olduğumuz xəstəliyə, meyilliliyimizə görə, qaşımızın, gözümüzün və yaxud da digər orqanlarımızın quruluşuna görə, bunlar üçün valideynlərimizə oxşuyur və bu valideynlərimizdəki olan əlamətlər bizə xromosomlar vasitəsilə ötürülür. Sonra bu hissəyə də fikir verirsiniz. Deməli, Acidobulyariya yosunu, bu yosun bir hüceyrəlidir, amma mikroskopik deyil, iri ölçülüdür. Bu hissədə onun nüvəsi göstərilib. Bu hissədə yarpaq hissəsidir, yaşıl hissəsidir. Bu hissədə mütləq fikir verirsiniz, nüvəsi harda yerləşir falan. Sonra bitki və heyvan hüceyrələrinin quruluşundan danışaq. Deməli, bitki və heyvan hüceyrələri quruluşuna görə bir-birinə bir sıra xüsusiyyətlərə görə fərqlənirlər. Amma oxşar xüsusiyyətləri də var. Fərqli xüsusiyyətlərin deyirik ki, bitkilərdə iri vakuol var, ehtiyat toplayıcı vakuoldur. Onu da qeyd edək ki, əgər hüceyrədə bir dənə iri vakuol varsa, deməli bu yaşlı hüceyrədir. Əgər bir neçə dənə kiçik vakuollar varsa, deməli cavan hüceyrədir. Cavan hüceyrə olanda nüvə ortada olur, yaşlı hüceyrə olanda vakuol böyüyür və nüvəni hüceyrənin divarına tərəf sıxlaşdırmış olur. Heyvanlarda da vakuol var. O bəzi heyvanlarda ehtiyat toplayıcı vakuol var, bəzilərində ifrazat vakuol var. Su və suda həll olmuş maddələri orqanizmdən xaric edilir. Kiçik bir hüceyrəli heyvanlarda olur. Sonra xloroplastlar şəkildə də görsəndiyi kimi yalnızca bitki hüceyrələrində var. Ribosom bu zülasintez edən orqanoiddir. Bütün aləmlərin nümayəndələrində var. Bitkilərdə də, heyvanlarda da, göbələklərdə də, bakteriyalarda var. Və bakteriyalarda yalnız ribosom var. Sitoplazmanın olmasına görə nüvə, plazmatik membran olmasına görə oxşardır. Mitoxondrinin olmasına görə oxşardır. Hüceyrə divarının olmasına görə bitki hüceyrəsi heyvan hüceyrəsindən fərqlənir. Heyvan hüceyrəsinin xarici qılafı nazikdir və glikokalix adlanır. Ribosom böyük və kiçik hissəli iki hissəcikdən ibarətdir. Böyük hissə və kiçik hissə bu şəkildə iki hissəcikdən ibarətdir. Ribosom əsas funksiyası zülal sintez etməkdir. Bizə desək ki, bütün hüceyrələr, canlı hüceyrələr üzvü maddə sintez edir, doğrudur. Çünki zülal da bir üzvü maddədir. Bütün canlı hüceyrələrdə ribosom olduğu üçün hamısı üzvü maddə sintez edirlər. Amma bizə desək ki, bütün canlı hüceyrələr qeyri-üzvü maddələrdən üzvü maddə sintez edir. Bu yanlışdır. Çünki qeyri-üzvü maddədən üzvü maddə sintez edənlər sadəcə fotosintez edicilərdir. Yəni qeyri-üzvü maddələr deməli su ilə karbon qazıdır ki, bunlardan üzvü maddə olan qlükoza sintez edilir ki, bunda yalnız fotosintez edici orqanizmlər yerinə yetirir. Bu da belə. Sonra mitoxondri. Mitoxondri bitki və heyvan hüceyrələrində iki membranlı ayrılıb. Ribosom membransız idi, amma mitoxondri membranlıdır. Bunu necə deyirik? Bir dənə lipid, yuxarıda bir dənə lipid aşağıda, ortada da bir dənə zülal, lipid, zülal varsa bu oldu bir membranlı. Amma yuxarıda 2 dənə lipid, ortada bir dənə zülal, aşağıda da 2 dənə lipid, zülal, lipid varsa bu oldu 2 membranlı. Yəni 2 membranlılarda 4 lipid, 2 zülal cərgəsi olur. Zülal cərgəsini bir dənə çəkdim. Zülal cərgəsi olur. Bir membranlarda 2 lipid, 1 zülal cərgəsi olur. Bu da belə. Sonra mitoxondrinin əsas funksiyası enerji sintez eləməkdir. ATP enerjisi sintez edir ki, biz də ondan istifadə edirik. İndi danışıramsa, nəfəs alıramsa, qan dövrəm hərəkət ediriksə, qaçırıqsa, dururuqsa, otururuqsa və s. bunlar hətta yatanda belə enerji belə də istifadə olunur ki, bunların hamısını sintez edən mitoxondridir. Mitoxondri hüceyrə tənəffüsünü də təmin edir. Bitki və heyvan hüceyrədə hüceyrə tənəffüsünü təmin edir. Bu da belə. Sonra bir də xloroplastlardan, deməli plastitlərdən danışaq. Plastitlər bitki hüceyrələr üçün xarakterikdir. Xloroplastlar yaşıl rəngdə olur. Xlorofil pigmenti var. Elə bir hüceyrənin içərisində xloroplast orqanoid var. Xloroplast orqanoidin də içində xlorofil molekulu var.
Yəni hüceyrədən kiçik orqanoiddir, orqanoiddən kiçik molekuldur. Və fotosintez edən orqanizmlərdə, yəni bitkilərdə xloroplast var. Deməli deməli bakteriyalarda da xlorofil var. Fotosintez edici bakteriyada xlorofil var, amma xloroplast yoxdur. Xromoplastlar bitkiyə rəng verirlər. Leykoplastlar isə etil qida maddəsi toplayırlar. Əgər bitkidə etil qida maddəsi bərk halda toplanırsa leykoplastlarda, maye halda toplanırsa vakuollarda toplanmış olur. Bu da belə, burada bir şey qalmadı məncə. Deməli bakteriyaların quruluşu burada göstərilib. Ribosomu var, bir dənə xromosomu var, DNT-si və RNT-si var. DNT belə yazılır, RNT belə yazılır. DNT və RNT-si var. Hüceyrə divarının üstündə qurucu kapsulu var ki, bu bütün bakteriyalar üçün xarakterik deyil, yalnız parazit bakteriyalar üçün xarakterikdir. Hüceyrə divarı var, plazmatik membran var. Qamçısı da bəzi bakteriyada var, bəzilərində yoxdur. Deməli, bütün bakteriyalar üçün xarakterik olan xüsusiyyətlər hansılardır? Hüceyrə divarının olması, ribosomun olması, DNT və RNT-nin olması, bir dənə xromosomun olması, DNT-nin halqa şəkli olması, hüceyrə divarının olması, plazmatik membran olması, sitoplazmanın olması və bunlar bütün bakteriyalar üçün xarakterik olan xüsusiyyətlərdir. Bəzi bakteriyalar üçün xarakterik olan xüsusiyyətlər əlverişsiz şəraitdə spor əmələ gətirmə, qoruyucu kapsulun olması, qamçının olması, bu bəzi bakteriyalar üçün xarakterikdir və qidalanmasına görə də bakteriyalar bir-birindən fərqlənirlər. Və bəzi bakteriyalar oksigenli mühitdə, bəziləri isə oksigensiz mühitdə yaşaya bilirlər. Oksigenli mühitdə yaşayanlara aerob, oksigensiz mühitdə yaşayanlara anaerob bakteriyalar deyilir. Və spor əmələ gəlmə zamanı əlverişsiz şərait olanda bakteriya məhv olmasında spor halına keçir. Görürsünüz, spor sarı rəngdə göstərilib. Spor bakteriyanın daxilində əmələ gəlir. O bakteriya əlverişsiz şərait olanda spor dağılır, partlayır. O dağılanda bakteriyanın hüceyrə divarı dağılır. Ondan sonra yeni bir hüceyrə divarı əmələ gəlməyə başlayır. Və bakteriyanın ilk dəfə Robert Koch, bu hissələrə mütləq fikir verirsiniz, kəşf etmişdir. O bakteriya sözünün tərcüməsi çubuq deməkdir. Niyə məhz çubuqdur deyə soruşa bilərsiniz. O ilk dəfə vərəm xəstəsinin ağciyərindən alınmış preparata mikroskop altına baxanda orada çubuq şəkilli kiçik mikroorqanizmlərin olduğunu görüb və bunları bakteriya adlandırıb. Ondan sonra bakteriyanın digər formaları da kəşf olundu, amma bakteriyalar elə çubuq olaraq qaldılar və bakteriyalar qidalanmasına görə iki yerə bölünür. Deyirik ki, avtotroflar var, heterotroflar var. Avtotrof bakteriyalarda xlorofil pigmenti var, günəş enerjisindən istifadə edirlər. Adının qabağında qırmızı, narıncı, yaşıl və s. belə rəng sözü varsa, bunlar olur avtotrof bakteriyalar. Bir də siyanobakteriyalar var ki, bunlar da avtotrof bakteriyalardır. Avtotrof bakteriyalar bitkilərdən fərqli olaraq fotosintez zamanı karbon qazı və oksigendən istifadə edir bitkilər kimi, amma fotosintez zamanı sadəcə qlukoz əmələ gətirirlər. Amma siyanobakteriyalar bitkilər kimi həm də glukoz ilə yanaşı, həm də oksigen də əmələ gətirirlər. Xemosintez edici bakteriyalar günəş enerjisindən istifadə etmirlər, kimyəvi rabitələr enerjisindən istifadə edirlər. Xemosintez edici bakteriyada xlorofil yoxdur. Çünki xlorofil günəş enerjisinin təsirindən fəallaşan bir molekuldur. Günəş enerjisi yoxdursa məhv olub gedir. Bu da xemosintez edicilər və xemosintez edicilər sadəcə glukoz əmələ gətirirlər, oksigen əmələ gətirmirlər. Adının qabağında element işarəsi olan, məsələn, dəmir bakteriyası, kükürt bakteriyası, hidrogen bakteriyası olan azot bakteriyası, bunlar deməli xemosintez edici bakteriyalardır. Parazit, deməli heterotop yolla qidalanan bakteriyalar isə iki yerə bölünür, saprofit və parazit. Saprofit bakteriyalar ölmüş bitki və heyvan qalıqlarını torpağa qarışdıran redusentlərdir və yaxud da ki, bizim orqanizmimizdə yaşayan faydalı bakteriyalardır. Parazit bakteriyalar isə adına göründüyü kimi xəstəlik törədən bakteriyalardır. Bakteriyalar 20 dəqiqədən bir bölünür. Bütün bakteriyaların xarakterik olan xüsusiyyətləri onda əlavə edə bilər ki, hamısı sadə bölünmə yolu çoxalır. Ya başqa cür çoxalma forması yoxdur. Bu da belə bakteriyalardan və bakteriyaların törətdiyi xəstəliklər, vərəm, vəba, titanus, taun kimi xəstəlikləri göstərə bilər və onlara da mütləq fikir verirsiniz. Vərəm bakteriyasının qamçısı var. Ona da vərəm
törədicisi bakteriyasının qamçısı var. Fikir verirsiniz. Sonra ixtisaslaşmış hüceyrələr, dedik ki, orqanizmdə bəzi hüceyrələr var ki, ixtisaslaşır və müəyyən funksiyaları yerinə yetirir. Bunlar məsələn qırmızı qan hüceyrələri misal göstərmək olar. Qırmızı qan hüceyrələri eritrositlər adlanır. Eritrositlər ortası basıq disk şəklində olur. Özünə oksigeni birləşdirib toxuma və orqanlara aparır. Oradan da hüceyrələrə çatdırılır. Və bunu belə deyək də hemoqlobin özünə birləşdirib, belə deyək, ortası basıq disk formasındadır. Bu hissədə hemoqlobin var. Hemoqlobində tərkibində dəmir elementi var. Onun sayəsində özünə oksigeni birləşdirir və çatdırır orqanlara. Və sonra orqan hüceyrələri də var, amma burada orqan hüceyrələri qeyd olunmayıb. Onu təbiət kitabından oxumusunuz. Sonra neyronlar. Neyronlar sinir hüceyrələrdir. Burada da göstərir ki, neyronlar bu çıxıntılardan ortasında cisimlə belə deyək də, bunlar qısa çıxıntılardır. Bu hissələr qısa çıxıntı, uzun çıxıntısı bu da belə də cismidir. Yəni neyron cisimdən və çıxıntılardan ibarət. Uzun çıxıntılar, qısa çıxıntılar və deməli bu şəkildə neyronlar ötürülür. Bir dəqiqə. Yəni neyronlar vasitəsilə sinir impulsları ötürülür. Yəni bir neyrondan digər neyrona, neyron daxilində ötürülür. Məsələn, qısa çıxıntılardan cismə, cisimdən uzun çıxıntılara ötürülür. Ondan sonra bax şəkildə də göstərildiyi kimi, baxın, qısa çıxıntılar aldılar, məlumatı cismə ötürdülər, cisimlə uzun çıxıntıya, sonra digər ikinci bir neyronun qısa çıxıntılarını ötürüldü, oradan cisminə, oradan da yenə uzun çıxıntılar, sonra gəldi hansısa bir orqana məlumat ötürüldü. Bu da belə. Sonra cinsiyyət hüceyrələrini, orqanizmin cinsiyyətli çoxalmasında iştirak edən hüceyrələr qametlər adlanır. Qametlər yumurta hüceyrə və spermatozoid olaraq bölünür. Yumurta hüceyrə hərəkətsizdir, iri ölçülüdür. Spermatozoid isə kiçik ölçülüdür və qamçısı var. Qamçısı eyni zamanda deyirik başçıq, boyuncuq və qamçıdan ibarətdir. 3 hissədən ibarətdir deyirik və bunların birləşməsi nəticəsində zigot yaranır. Bunlardan da daha ətraflı 8-ci sinifdə keçəcək. Bitki orqanizmin ixtisaslaşmış hüceyrələri, bunlara isə digər hüceyrələrdə və kök hüceyrələri misal göstərə bilərik. Kök hüceyrələri kökdə olur və kök hüceyrələri kökün sorucu zonasında əmci telləri vasitəsilə, belə deyək, sorucu zonasından çıxan hüceyrələr ki, bunlar əmci tellər adlanır və kökün hər tükcü kökün xarici hüceyrəsinin uzun çıxıntısıdır və bu hüceyrə qılafdan, sitoplazma nüvə və vakuoldan ibarətdir və torpaqda olan su və sıxılmış maddələri sorub bitkinin digər hissələrini aparmasında köməklik edir. Və bitki toxumaları da burada göstərilib. Ötürücü toxuma, ehtiyat toplayıcı toxuma, fotosintez edən toxuma və örtüyü toxuma. Bunlar haqqında da növbəti dərslərdə daha geniş keçəcəyik. Bu bölmə bitdi. Bir də bu hissələrə mütləq fikir verirsiniz. Kök hüceyrələri, hər bir çox hüceyrələri heyvan və insan orqanizmində kök hüceyrəsi adlanan xüsusi hüceyrələr var. Kök hüceyrələri orqanizmin heç bir funksiya yerinə yetirməyən xüsusi hüceyrələrdir ki, onlar orada qalır. Sonra orqanizmimizdə bizim kök hüceyrələri var. O hüceyrələrdən lazım olduqca istifadə olunur. Bu hüceyrə orqanizm ehtiyac duyduğu istənilən hüceyrəyə çevrilə bilir. Tutaq ki, məsələn, boğazımızdan, ağzımızdan nəsə, ağzımızın seyirli qişasından hansısa bir hüceyrəni götürüb, gedib sidik hissəsində çatışmayan bir hissəni düzəltmək olur. Belə bir şey kimi təsəvvür edin. Alimlər kök hüceyrələrindən uğurlu nəticələr əldə ediblər. Kök hüceyrələrindən orqanizm müxtəlif hüceyrələri, qan, ürək, dəri, əzələ, beyin hüceyrələri yaratmaq mümkündür. Bax, bu hissələrə, bunlara mütləq fikir verirsiniz. Qaraciyər hüceyrəsi, sinir hüceyrəsi, qırmızı qan hüceyrəsi və s. bunları almaq mümkün olur. İzah bu qədər. Hər birinizi uğurlar. Sağ olun.